Xeyir olsun. Gəlin bizim sifətə aid 40 testimiz var. Onlara baxalım. Birinci testimizdə the company was extremely after entering several international markets. Deyir şirkət bir neçə beynəlxalq bazarlara daxil olduqdan sonra hədsiz dərəcədə successful, uğurlu idi. Tənbəl idi deyə bilmərik, kobud idi, arıq idi deyə bilmərik. Burada diqqət yetirəcəyiniz məqam var. Severaldan sonra cəm isim gəlir. Baxın, several markets. International burada təyin edici, yəni sifətdir. Baxın, afterdan sonra da feil ing qəbul edibdir. Söz önündən sonra feil ing qəbul edibsə biz ona gerund deyirik. The professor gave us a explanation of the complicated theory. Complicated, mürəkkəb, qarışıq, çətin deməkdir. Professor bizə çətin nəzəriyyənin qısa izahını verdi. Tənbəl izah, qalın izah, kobud izah ola bilməz. Baxır, yenə ardıcıllıq səhv getdim. 2-yə baxağım. Deməli, ikinci testdə although the apartment is small, it has a surprisingly living room. Deyir, mənzilin çox kiçik olmasına baxmayaraq, onun təəccüblü şəkildə geniş otağı var. Yəni, inanılmazdır ki, geniş otağı var. Deməli, dəcəl otaq deyə bilmərik, xudbin otaq, alçaq otağı deyə bilmərik. Baxırıq 4-cü testdə, çünki 3 izah eləmişəm. 4-cü testdə nə deyir? It was worry of him. Bax, of var burada. To speak of the elderly woman in such disrespectful way. Deyir ki, yəni, yaşlı qadınla bu şəkildə, yəni kobudcasına danışmaq, hörmətsizcəsinə danışmaq, yəni onu yəni o deməkdir ki, o çox kobuddur. Onun kobudluğudur. Rude of deyə bilərik. Çünki burada disrespectful mənfi məna bildirir. Bu mənfi məna bildirirsə, deməli siz burada mənfi məna verməlisiniz. Baxıram 5-ə. She is enough to manage the entire project without anyone's help. O deyir, heç kəsin köməyi olmadan bütün proyekti tək başına bitirmək, idarə eləyə bilmək bacarığı var. Capable deyirik. Və burada bir qaydaya nəzər yetirirsiniz. Biz demişik ki, sifət üstə gələ enough olur. Baxın, capable-ı bura qoyanda, capable sifətdir. Özünə sonra enough alır. Entire də bütöv deməkdir. Baxıram 6-cı testdə. 6-cı testində The hotel room had a ceiling which made the room feel much larger. Deyir ki, otel otağının necəsə bir tavanı var. Bu da onu daha da geniş otaq kimi hiss elətdirir də. Deməli, ona görə onun tavanı necə ola bilər? Tol, uca ola bilər. Yaraşıqlı tavan olmur. Alçaq tavan olsa niyə böyük olsun? Sində arıq deməkdir. 7-ci testə baxıram. 7-ci testdə despite having very little experience, she is extremely and always completes her tasks on time. Deyir, onun çox az təcrübəsi olmasına baxmayaraq, o hədsiz dərəcədə nədirsə, həmişə tapşırıqlarını vaxtında bitirir. Deməli, hədsiz dərəcədə çalışqandır, hardworking. Naughty, dəcəl, selfish, egoist, impolite, nəzakətsiz deməkdir. Və burada nəyə baxırıq? Experience-i little-dan sonra verib. Deməli, burada təcrübə sayılmayan isimdir. Abituriyentlərə bu adətən düşmür, amma eyni zamanda experience sayılan isim ola bilər. O mənasında ki, yəni o sərgüzəşt mənasını versin, bu zaman cəmlənir və sayılır. Keçirəm 8-ci testə. My grandfather is worry and always gives me useful advice when I face difficult decisions. Mənim babam çox müdrikdir, vaizdir. Çünki o həmişə mən çətinliklə üzləşəndə, burada face üzləşmək mənasındadır, mübtədən sonra gəlibdir. Mənə çətinliklə üzləşəndə faydalı məsləhət verir. Sonra baxıram 9-cu testdə. The walls were covered with a thick layer of paint that made the room look darker. Deyir ki, divarlar, otağın divarları yəni, qalın bir boya qatından örtülmüşdü və bu da onu daha da tünd qara edirdi. Gözəl qat ola bilməz, alçaq qat, mavi gözlü qat ola bilməz. 10-cuya baxırıq. The view from the top of the mountain was absolutely, burada mountain dağ deməkdir. Top da zirvəsi, the top of the mountain dağın zirvəsi. Deyir ki, dağın zirvəsindən olan mənzərə, view, mənzərə hədsiz dərəcədə beautiful, gözəl idi. Kobud olmaz, xudbin olmaz, tənbəl olmaz. Davam eləyək 11-ci testdə. 11-ci testimizdə she is a very student who carefully prepares for every examination. O deyir, hədsiz dərəcədə çox, necə bir şagirddir. O həmişə hər imtahana çox diqqətlə hazırlaşır. Deməli, burada imtahana diqqətlə hazırlaşırsa, çox çalışqan şagirddir. 12-ci testə baxıram. The receptionist was
and refused to answer even a simple question. Deyir, qeydiyyat aparan şəxs qeydiyyatçı çox kobud adam idi, belə deyə bilərik və yaxud da impolite, nəzakətsiz idi. Ona görə, çünki o hətta sadə suallara belə cavab verməkdən refuse imtina edirdi. Refuse imtina etmək turn down-dan sinonimdir, yadda saxlayın. Aral yazılır təbii ki, turn down. Rədd etmək, imtina etməkdir. Reject də deyə bilərik. Sonra everyone enjoys spending time with him because he's naturally and always makes people laugh. Hərçənd onun üçün izah etməliydim. Hər kəs deyir onunla vaxt keçirməkdən zövq alır. Çünki o həmişə insanları güldürürsə, necə olur? Funny, gülməli adam olur. 13'e baxaq. Jane was the most girl I have ever seen. Everybody admired her. Admire heyran olmaq deməkdir. Burada müsbət məna var. Ona görə deyir, Jane mənim deyir, yəni gördüyüm ən cəlbedici qızdır. Hər kəs ona heyrandır. 14'e baxıram. 14-cü testdə. Everyone enjoys spending time with him. Because he's 14'ü cəhləmişəm. 15'e baxmalıyım. The employee stayed at the office until the project was completely finished. Deyir ki, iş tamamilə bitənə qədər işçi ofisdə qaldı. Çalışqan işçi ofisdə qalar. Hard working götürürük B bəndi. 16'ya baxırıq. His attitude made it difficult for him to make new friends at university. Deyir, onun belə deyək də, kobud davranışı onun üçün ona universitetdə yeni dostlar qazanmağı çətinləşdirdi. Unfriendly götürürük. Qalanları müsbət məna verir. 17'ye baxıram. The man was quiet. Kişi olduqca, quietdən sonra sifət gələ bilir birbaşa. Olduqca nə idi? Ona görə də so he had to buy larger clothes. Ona görə də o geniş paltarlar alırdı. Ona görə kişi olduqca plump, kök olmalıdır burada. 18'e baxıram. 18'də the new neighbors are very and often invites us to dinner. Deyir, yeni qonşular çox mehribandır. Bizi tez-tez nahara dəvət eləyir. Egoistdir olmaz, kobuddur olmaz, tənbəldir olmaz. Çünki müsbət mənada onları nahara çağırır. 19. The little girl is her eyes are really charming. Onun gözləri həqiqətən cəlbedicidir. Ona görə qızın gözləri necə olacaq? Mavi gözlü. 20. After discussing several alternatives, bir neçə alternativləri müqayisə elədikdən sonra they finally found the solution. Nəhayət onlar həlli tapdılar. Necə həlli? Dəcəl həll olmaz, alçaq həll, tənbəl həll olmaz. Perfect, mükəmməl həlli tapdılar. Ən yaxşı həlli tapdılar. Baxıram 21-ci testdə. The road is too for two buses to pass comfortably at the same time. Deyir ki, yəni iki avtobusun eyni zamanda keçməsi üçün yol çox dardır deməliyik. 21-də variantları baxın buradadır. No road dar deməkdir. 22-yə baxırıq. He is so that he never thinks about how his decisions affect other people. Deyir, o elə nədir ki, o heç vaxt düşünmür ki, onun qərarları digər insanlara təsir eləyə bilər. Ona görə burada mənfi məna qoymalıyıq. Nəzakətli, çalışqan, cəlbedici və selfish, egoistdir. Yəni o elə egoistdir ki, heç vaxt başqa insanlara qərarlarının təsir edəcəyini düşünmür. 23-cü testə baxaq. The bride looked absolutely, bride gəlin deməkdir. Bir də var bridegroom. Eləcə qurumda işlədə bilərik. Bridegroom burada bəy deməkdir. Sizə bunu görmüşkən, room bilirsiniz, otaqdır. Bir də var broom. Broom süpürgədir. Groom, bridegroom bəydir, bridedir, gəlindir. Eləcə qurum da deyə bilərik bəyə. Deyir ki, gəlin deyir tamamilə onun milli toy geyimində tamamilə cəlbedici görünürdü. Wedding toy deməkdir, yadda saxlayırsınız. Deməli, keçirik növbəti 24-cü testə. The mountain is very so climbing to its peak requires a lot of preparation. Peak zirvəsi deməkdir. Dağ deyir o qədər uca idi ki, onun ən yüksək nöqtəsinə çıxmaq çoxlu hazırlıq rikvaya tələb edirdi. Baxıram 25. 25-ci testdə the elderly woman is incredibly and knows how to deal with difficult situations calmly. Deal with məşğul olmaq deməkdir. Deyir, yaşlı qadın inanılmaz dərəcədə müdrikdir. Çünki o bilir ki, çətin situasiyalarına sakit şəkildə necə məşğul olmaq lazımdır. Ona görə B bəndi.
Tərcümə ilə qoyuruq. 25-ə, 26-ya baxıram. The children became when their parents left the room and started throwing toys everywhere. Uşaqlar, valideynlər deyir otağı, belə deyək də, otaqları tərk edəndə uşaqlar deyir çox dəcəl oldular və başladılar oyuncaqları hər yerə atmağa. Burada throw atmaq deməkdir. 27. The restaurant has become popular because of its interior and excellent service. Deyir ki, restoran çox məşhurdur onun cəlbedici interyerinə, yəni interyer, yəni o quruluş şəklinə görə də və əla xidmətinə görə çox məşhur oldu. Selfish, egoist, tənbəl, arıq. Baxıram 28. She is and never ignores an important responsibility. Ignore elə bil fikir verməmək, rədd eləmək, yəni saymamaq, önəm verməmək deməkdir. O deyir, çox çalışqandır, heç vaxt vacib məsələləri ignore eləmir. Baxırıq 29. The boxer was short but with a strong and heavy body. Deyir ki, boxer, futbol, yəni boksyorçu deyir qısa idi, ancaq kök və güclü, amma kökü idi. Güclü və ağır bədəni var idi. Ağır bədəni varsa, bunun ağır çəkisi varsa, bədəni varsa kök olasıdır. Yəni boksyor qısa idi, ancaq onun yəni gömbul idi, kök idi, güclü və ağır bədəni var idi. The little cottage looked particularly surrounded by beautiful flowers and trees. Deyir, balaca cottage güllər və ağaclarla əhatələndiyi üçün, yəni particular xüsusilə gözəl görünürdü, lovely. 31-ci testə baxaq. The young engineer is highly and can solve complex technical problems. Deyir, young mühəndis yüksək dərəcədə intelligent, dərakəlidir. O, kompleks, mürəkkəb, complicated-lə sinonimdir. Mürəkkəb technical problemləri də həll edə bilir. Deməli, qeyd edin, complex, complicated sözlərindən complicated, difficult, çətin deməkdir hamısı. Bunlar sinonimdirlər. 32-yə baxıram. The waiter was very, ofisiant deməkdir, waiter. Ofisiant çox nə idi və apologized immediately for the mistake. Öz səhvinə görə dərhal üzr istəyibdirsə, kobud olmaz, nəzakətsiz olmaz, nəzakətli idi, cəbəndi. 33-ə baxıram. 33-cü testdə. The basketball player is extremely and can easily reach the top of the basketball board. Deməli, basketbol board lövhəsinin yüksəsinə, yəni asanlıqla çata bilirsə, top zirvəsinə asanlıqla çata bilirsə, onda basketbol oyuncusu hədsiz dərəcədə nə olur? Tall olur, uca olur. The manager needs someone enough to deal with unexpected problems independently. Deyir, menecerin bu gözlənilməz problemlərlə müstəqil şəkildə məşğul olmaq üçün bacarıqlı bir şəxsə ehtiyacı var. 35. She has a very personality which makes people feel comfortable around her. Onun çox mehriban bir şəxsiyyəti var, hansı ki, ətrafında olan insanları rahat hiss elətdirir. How was to get out of the bed and finish his homework? He was. O deyir ki, deməli, yataqdan çıxıb öz tapşırığını eləmək üçün kifayət qədər nə idi? Lazy, tənbəl idi. The athlete has legs which gave him an advantage in long distance running. Deyir ki, atletin uzun qıçaları var. Bu da ona uzun məsafəli qaçışda üstünlük verir. Advantage üstünlük deməkdir. Ona görə olur long. Baxırıq 38. The actor is considered very and has appeared on the covers of several magazines. Aktyor deyir, çox hesab olunur, yaraşıqlı hesab olunur. Çünki o bir neçə mağazinlərin cover, üz qapaqlarında görünür. Yəni orada şəkilləri var. 39. The fabric is so that you can almost see through it. Deyir, parça o qədər nazikdir ki, hətta sən onun vasitəsilə də yəni nəyisə görə bilərsən. Yəni nazikdir, yəni bu tərəfdən o tərəfi görünür, bu mənadadır. Burada fabrik parça deməkdir. Sin də arıqdır. Nazik, arıq. Baxırıq buna. The children described their new teacher. Şagirdlər yeni müəllimlərini təsvir elədilər. Çünki o, she always kind, o həmişə mehriban idi and willing to help them. Onlara kömək eləməyə hazır idi. Ona görə bu müəllim müsbət mənalı olmalıdır. Kobud deyil, egoist deyil, unfriendly, yəni bu da kobud deməkdir, deyil. Deməli olur pretty. Uşaqlar müəllimləri həmişə onu gözəl təsvir edirdilər.
Deməli, arxada cavabları da qeyd eləmişəm. İşləyib oradan yoxlaya bilərdiniz. Səhvlərinizin izahlarına da buradan baxın.